Değerli dostlar, değerli müşteriler, Demir Türk'ün Nitron Plus, tam olarak Nitron Plus 24 kW'lı kombinin təmirinə gəlmişik. Müşterinin evində, xətlərində, isitmə sistem borularında su uteçkası da var, sızması da var. Ümumi olaraq müəyyən içərisində təmir işləri də var idi. Onları da bərpa edildik. Bir de ara koydum yani bu platana. Ümumi olarak da bu platada ne vaxtsa su sızması baş verib tökülüb platanın üstünə. Bu platanada bir-iki dənə reləsi dəyişdirildi, tam bərpa edildi. Və kombidə nə vaxtsa su axıb, buralardan da bəlli olur su axmağa başlayıb. Bu platanı hissə-hissə sıradan çıxartmağa. Deməli, Xəyal Usta'nın köməkliyi ilə qaçma. Bu kombi tam bərpa ediləcəkdir. Xəyal Usta, nə sözlərim var? Müştərilərimizə kombini işlənməsi üçün hansı təkliflər və iradlarınız var? Ən çox rast gəldiyim narahatçılıqlar nədən var ki, müştərilər nəyə diqqət eləməlidirlər, eləmirlər? Hay? Diqqət eləməlidirlər. Kombiyin havası diqqət olmalıdır. Deyəsən, müştəri özü bacardıqlarındandır nədə? Bacardıqları. Özü bacardıqlarını qoy Xəyal Usta deməsin, mən sizə deyim. Burada manometri görürsünüz, dəyərli dostlar. Deməli, manometrin su təzyiqini 1,5-da saxlamaq lazımdır. Qaz təzyiqini regulator qoyulmalıdır, manometr qoyulub, qaz təzyiqinə yüksək olduğu, aşağı olduğuna diqqət olunmalıdır. Müştəri bacarda bildikləri stabilizator mütləqdir ki, yerində olmalıdır. Kombi sağlam, uzun ömür işləməsi üçün. Ən azından müştəri bacardıqları bu filtrləri dəyişməkdir. Bunlara diqqət edilməlidir. Belə platamızdan çıxartmışıq. Hələ içərisində gördüyümüz qədər plata yoxdur. Dəyərli dostlar, dəyərli müştərilər. Müştəri bacardıqları işlərdən biri də bu kombiləri, indi düzdür, qəşəng yay havasıdır, ləzzətlidir. Gecdə gəlsə, gəlib çıxıb deyək. Qorumaya aldıqlarıdır ki, hansı ki, uzun ömürlü olması üçün bu vacibdir. Dəyərli dostlar, dəyərli müştərilər, belə Omega Servis olaraq xidmətinizdəyiz. Sağ olun.